Salam. Bugün sizinle birlikte çok maraqlı bir mövzuya, psixologiyaya başvuracağıq. Daha doğrusu, zehnimiz necə işləyir, bu heyrətamiz mexanizm nədir? Salam. Bəli, həqiqətən də heyrətamizdir. Əlimizdə Clifford T. Morgan və Steven Pinker'in əsərlərindən bəzi, necə deyim, çıxarışlar var. Bizim də məqsədimiz zehin-pod yanaşmasıyla, yəni sizin üçün ən vacib, ən düşündürücü məqamları qısa və anlaşılan şəkildə təqdim etməkdir. Tamamilə. Heç fikir vermisinizmi? Məsələn, səhər gözünüzü açan kimi ətrafdakı dünya necə anidən mənalı bir mənzərəyə çevrilir? Bəli, ya da adi bir stəkanı götürmək kimi hərəkəti necə, demək olar ki, heç düşünmədən edirik. Düzdür. Bax, bu adi görünən şeylərin arxasında əslində çox mürəkkəb proseslər gedir. Gəlin biraz buna nəzər salaq. Hə, zehnin işləmə prinsipi doğrudan da çox fərqlidir. Pinker'in vurğuladığı kimi, zehin bir növ hesablama maşınıdır. Amma bu adi kompüterə bənzətmə deyildi. Necə yəni? Tam kompüter kimi deyil? Yox, çünki beynimiz eyni anda milyonlarla əməliyyatı, yəni paralel şəkildə həyata keçirə bilir. Əksər kompüterlər isə, bilirsiniz də, tapşırıqları ardıcıl yerinə yetirir. Aydındır. Paralel işləmə. Bəli, və dünya haqqında məlumatı emal etmək üçün zehin daxili təmsillər yaradır, yəni simvollar və onlarla işləyir. Təmsillər, məsələn? Məsələn, gözümüzə düşən iki ölçülü görüntülərdən, retinamızdakı o yaslı təsvirdən biz üçölçülü dünyanı necə qavrayırıq? Bax, bu özü göstərir ki, beyin passiv şəkildə qəbul etmir. Əksinə, aktiv şəkildə məlumatı qurur, strukturlaşdırır. Deməli, əslində biz dünyanı olduğu kimi yox, beynimizin qurduğu şəkildə görürük. Bir növ bəli. Zehin məlumatı interpretasiya edir. Çox maraqlıdır. Bəs çətinliklərlə özləşəndə nə baş verir? Məsələn, uğursuzluq, stres. Bu zaman zehnimiz necə reaksiya verir? Morganın mənbəsində deyəsən mübarizə mexanizmlərindən danışılır. Hə, Morgan fantaziya qurma və özünü eyniləşdirmək kimi mexanizmlərdən bəhs edir. Fantaziya qurmaq, yəni xəyallara dalmaq? Bəli. Tutaq ki, biri sosial mühitdə, işdə və ya məktəbdə uğursuzluğa düçar olub. O, xəyalında özünü çox uğurlu, istədiyi kimi təsəvvür edərək bir növ rahatlıq tapa bilər. Bu fantaziyadır. Anladım. Reallıqdan müvəqqəti bir qaçış kimi. Düzdür. Ya da başqa bir misal, özünü eyniləşdirmə. Məsələn, atletik bacarıqları zəif olan bir oğlan düşünün, amma məktəbin futbol komandası çox uğurludur. O, komandanın uğurları ilə fəxr edir, sanki özü qazanmış kimi. Bu da özünü komanda ilə eyniləşdirməkdir. Öz dəyərini başqasının uğuru ilə artırmaq kimi bir şey. Bəli, mənlik duyğusunu gücləndirmək üçün. Bunlar reallığın çətinlikləri ilə başa çıxmaq üçün psixoloji yollardır. Amma əlbəttə, müvəqqəti həllərdir çox vaxt. Bəs bu mexanizmlərin kökü haradadır? Bu, Pinker'in təkamül yanaşması ilə bağlı ola bilərmi? Çox güman ki, bəli. Bu mexanizmlər, yəni fantaziya, eyniləşdirmə, böyük ehtimalla zehnin təkamül prosesində formalaşmış adaptasiyalarıdır. Pinker'in vurğuladığı o tərs mühəndislik ideyası burada yerinə düşür. Tərs mühəndislik. Yəni, zehnimizin hansı problemləri həll etmək üçün təkamül etdiyini anlamağa çalışmaq? Aynən. Sanki qədim bir alət tapmısınız, amma nə işə yaradığını bilmirsiniz. Onun formasını, quruluşunu analiz edərək, hansı ehtiyacı qarşıladığını, nə üçün yaradıldığını anlamağa çalışırsınız. Zehnimizə də bu cür yanaşmalıyım. Aynən. Pinker'ə görə bəli. Təbii seçmə zehnimizi əcdadlarımızın, yəni ovçu toplayıcıların qarşılaşdığı problemləri həll etmək üçün formalaşdırıb. Qida tapmaq, təhlükədən yayınmaq, sosial qrupda yerini tutmaq. Məsələn, görmə qabiliyyətimiz dediniz bayaq. Bəli, obyektləri tanımaq, məsafəni təyin etmək, hərəkəti izləmək kimi funksiyalar ovçu toplayıcı həyat tərzi üçün kritik əhəmiyyət daşıyıb və buna görə də təkmilləşib. Məsələn, qərəzlər, stereotiplər, onlar da təkamülün məhsuludur. Ola bilər. Pinker ehtimal edir ki, bəzi qərəzlərimiz, məsələn qruplar haqqında sürətli mühakimələr yürütmək, mürəkkəb sosial dünyada qərar verməni asanlaşdıran, amma bəzən yanlış nəticələrə aparan bir növ qısa yol kimi təkamül etmiş ola bilər. Təkamül həmişə mükəmməl həllər yaratmır, bəzən yan təsirləri də olur. Deməli, zehnimiz tək bir bütöv sistem deyil, fərqli işlər görən hissələrdən ibarətdir. Pinker buna deyəsən modullar deyirdi. Hə, modul yarlıq ideyası.
Sanki İsveçrə bıçağı kimidir zehin. Hər bir alətin öz funksiyası var. Maraqlıdır. Məsələn, hansı modullar var? Vizual qavrayış sistemi özü bir neçə alt sistemdən ibarətdir. Rəngləri analiz edən, formaları, dərinliyi, hərəkəti. Sonra yaddaş sistemi var. Onun da növləri çoxdur. Qısa müddətli yaddaş, uzun müddətli yaddaş, epizodik yaddaş, semantik yaddaş. Hətta deyəsən quşlarda mahnı yaddaşı kimi xüsusi növlər də var. Bəli. İxtisaslaşmış yaddaş növləri. Dil qabiliyyəti ayrı bir modul hesab oluna bilər. Və əlbəttə bütün bunların fonunda çox daha müəmmalı bir fenomen var. Şuur. Hə, şuur. Bura gəldik, çatdıq ən qəliz yerə. Pinker bu haqda nə deyir? Çünki şuurun nə olduğunu anlamaq çox çətindir axı. Çox çətindir. Pinker burada vacib bir fərqləndirmə aparır. İki növ şuurdan danışır. Biri məlumat əlçatanlığı şuuru, access consciousness, digəri isə hissiyat və ya subyektiv təcrübə, sentience. Fərqləri nədədir? Məlumat əlçatanlığı nə deməkdir? Bu sadəcə məlumatın beyində mövcud olması və bizim onu düşüncə, qərar vermə və ya davranış üçün istifadə edə bilməmizdir. Məsələn, svetoforun qırmızı olduğunu bilmək və buna uyğun olaraq dayanmaq. Məlumat beyində aktivdir və davranışa təsir edir. Anladım. Bəs o biri? Hissiyat? Bax, o daha dərin məsələdir. Bu, bir şeyi subyektiv olaraq hiss etmək təcrübəsidir. Yəni, qırmızının özünü görmək necə bir hissdir? Ağrı hiss etmək necədir? Sevinç hissi nədir? Bu subyektiv təcrübənin, qualia deyilən şeyin, beyindəki neyron fəaliyyətindən necə yarandığı hələ də elmin ən böyük sirlərindən biridir. Deməli, beynimizin məlumatı emal etdiyini anlaya bilirik, amma o hiss etmə qabiliyyətinin necə yarandığını bilmirik. Tam olaraq. Pinker də qeyd edir ki, elm birinci növ şuuru, yəni məlumat əlçatanlığını izah etməkdə xeyli irəliləyib, amma ikinci növ şuur, yəni subyektiv təcrübənin özü çətin problem olaraq qalır. Beləliklə, bütün bu müzakirələrdən, yəni həm Morganın, həm də Pinkerin fikirlərindən çıxan ümumi nəticə nədir? Zehnimiz haqqında nə deyə bilərik? Deyə bilərik ki, zehnimiz əslində təkamül nəticəsində formalaşmış çox kompleks bir sistemdir. Məlumatı emal edir, problemləri həll etmək üçün ixtisaslaşmış alətlərə, yəni modullara malikdir. Və həmçinin çətinliklərlə başa çıxmaq üçün özünə məxsus strategiyalar, o cümlədən Morganın təsvir etdiyi mübarizə mexanizmləri istifadə edir. Bəli, və bütün bu prosesləri, mexanizmləri anlamaq əslində sizə öz davranışlarınızı, duyğularınızı, hətta qərəzlərinizi daha yaxşı başa düşməyə kömək edə bilər. Başqaları ilə münasibətlərinizi anlamağa yardımcı ola bilər. Yəni, özümüzü tanımaq üçün vacibdir. Şübhəsiz, öz zehnimizin necə işlədiyini bilmək, xüsusilə də indiki informasiya bolluğu dövründə tənqidi düşünmə bacarığımızı artırmaq üçün çox əhəmiyyətlidir. Nəyə, niyə inandığımızı, niyə müəyyən hisslər keçirdiyimizi anlamağa başlayırıq. Çox maraqlı bir söhbət oldu. Sonda sizi biraz da düşünməyə vadar edəcək bir sual üzərində dayanaq. Əgər zehnimiz və davranışlarımız bu qədər böyük ölçüdə təbii seçmənin və təkamülün, yəni bir növ bioloji proqramlaşdırmanın məhsuludursa, Bu çox dərin sualdır. onda bizim gündəlik qərarlarımızda və seçimlərimizdə nə qədər həqiqi azad iradə var, nə qədərini biz şuurlu şəkildə seçirik, nə qədəri isə əvvəlcədən müəyyən edilmiş mexanizmlərin nəticəsidir. Bu, fəlsəfə və elmin kəsişdiyi çox fundamental bir sualdır. Bəli. Bu mövzuda daha dərinə getmək istəsəniz, bugün müzakirə etdiyimiz mənbələr, yəni Morgan və Pinker'in fikirləri başlanğıc üçün əla bir zəmin yaradır. Bizimlə bu dərin müzakirədə olduğunuz üçün təşəkkür edirik. Təşəkkürlər. Zehinpod kanalına abunə olmağı və əgər bəyəndinizsə, bəyənmə düyməsinə basmağı unutmayın. Növbəti görüşlərə dək.